Ya Əbu Abdullah, sizə Küfədən, əminiz oğlu Müslim İbni Əqildən məktub var. Elçi dostlarına yalan danışmaz. Küfə əhlindən 18 min nəfər mənə beyyət edib, sədaqət andı içdi. Bu məktub sənə çatanda dərhal Küfəyə gəl. Bütün xalq sənin tərəfindədir və Muaviyyə oğullarına tabi olmur. Vəssalam. Yezid İmam Hüseyndən beyyət ala bilməyəndə onu Məkkədə, Kəbənin kölgəsində belə öldürməyi planladı. Hüseyn isə Kəbənin hörmətini qorumaq üçün qan tökülməsinə razı olmadı. Ona görə də həcc ziyarətindən imtina edib ümrə ilə kifayətləndi və Məkkəni səssizcə tərk etdi. Elə həmin günlərdə Müslim İbni Əqilin məktubu gəldi. Küfə səni gözləyir və beləliklə Hüseyn bir dəvətin, bir sədaqətin, bir müqavimətin yoluna çıxdı.